Salam əziz izləyicilər, bugünkü mövzumuz olacaq Monqolların Azərbaycana yürüşləri və onların yürüşləri zamanı Azərbaycanda yaradılmış Hülakülər dövləti. Deməli, Monqollar ümumiyyətlə Azərbaycana yürüş edən zaman Azərbaycanda feodal pərakəndəliyi dövrü idi. Eyni zamanda vahid bir dövlət yox idi, hansı ki Monqolların yürüşlərinə davam gətirə biləcək bir dövlət yox idi. Və Azərbaycanın müxtəlif ərazilərində başqa-başqa sülalələr hakimiyyətdə idi. Misal üçün, şimalda Şirvanşahlar dövləti var idi. Bu zaman hakimiyyətdə Gücdəsp idi. Daha sonra Eldənizlər dövlətində hakimiyyətdə Özbəkdir. Bir də var Azərbaycanın cənubunda Takirəv vadilərdən qalan son bir sülalə Ağsunqurilər sülaləsi. Yəni Azərbaycanda ayrı-ayrı sülalələr hakimiyyətdədir. Vahid bir dövlət yoxdur bu zaman. Ona görə də bu hadisə Monqolların yürüşünü asanlaşdırır və biz Azərbaycana Slavyanların yürüşünü də keçəndə orada da qeyd etmişdik ki, Azərbaycana Slavyanların yürüşü zamanı da Azərbaycanda vahid bir dövlət olmadığına görə onların da yürüşünü asanlaşdıran səbəblərdən biri bu idi. Oxşar cəhət kimi götürə bilərik və Monqollar beləliklə Azərbaycana 3 yürüş ediblər. Bu 3 yürüşdən birinci yürüşləri olub 1220-1222-ci illərdə, hansı ki kəşfiyyat xarakterli bir yürüş idi və bu yürüşə başçılıq edirdi Cəbə və Subutay adlı Monqol sərkərdələri. Deməli, birinci yürüşdə Monqollar nə etmişdilər? İlk olaraq 1220-ci ildə Zəncan, Ərdəbil və Sərab şəhərlərini tutaraq oradan Təbrizə gəlmişdilər. Bu zaman Təbriz Eldənizlərin əsas iqamətgahı idi və Eldənizlərdə də hakimiyyətdə Özbəkdir. Özbək nə edir? Təbrizi, yəni dövləti müdafiə etmək üçün, Təbrizi dağıntıdan qurtarmaq üçün Monqollara birinci dəfə xərac verib onları yola salır. Bunlar belə gedirlər. Və Monqollar oradan artıq Təbrizdən çıxan zaman Özbək, Atabəy hökmdarı Özbək Gürcülərlə ittifaqa girir Monqollara qarşı. Gürcü hökmdarı 4-cü Georgi ilə. Və bundan xəbər tutan Monqollar buradan birbaşa yürüş edirlər Gürcüstana. Gedib 4-cü Georgini məğlub edirlər, asılı vəziyyətə salırlar, ondan sonra qayıdırlar təzədən Təbrizə. Yəni 1221-də ikinci dəfə artıq Təbrizə yürüş edirlər. Onların ikinci dəfə Təbrizə yürüşü zamanı Təbriz şəhəri yenə xərac verməklə dağıntıdan qurtulur. Daha sonra 1221-də üçüncü dəfə Təbrizə yürüş edir Monqollar. Üçüncü dəfə Təbrizə yürüş eləyəndə artıq Özbək buna davam gətirə bilməyib qaçır Naxçıvana. Yəni dövlət başsız qalır, amma Təbriz şəhəri Şəmsəddin Tuğrayının başçılığı ilə müdafiə olunur. Lakin daha güclü şəkildə müdafiə oluna bilmədiyinə görə yenə də xərac verib dağıntıdan qurtulur. Yəni Monqolların birinci yürüşü zamanı 3 dəfə xərac verib dağıntıdan qurtulan şəhər Təbriz şəhəri idi. Təbrizdən keçəndən sonra, deməli 1221-ci ildə Monqollar birinci yürüşü zamanı Marağanı, Ərdəbili, Sərabı, Naxçıvanı, Beyləqanı, Gəncəni və Şirvanı. Yəni bu ərazilərə yürüş edirlər, amma bunların içərisində tabe olmayan ərazilər də var. Misal üçün Gəncə bir dəfə xərac verərək dağıntıdan qurtulan şəhərdir. Yəni ümumiyyətlə birinci yürüş zamanı Monqolların birinci yürüşündə 2 dənə şəhərimiz Monqollara xərac verib. Bunlardan birincisi Təbrizdir, ikincisi isə Gəncədir. Və Təbriz 3 dəfə verib, Gəncə isə 1 dəfə. Deməli, əlavə olaraq burada bizim bilməli olduğumuz məqam nədir? Ərdəbil şəhərinin deməli işğalı zamanı Monqollar burada bütün kişi əhalisini qətlə yetirmişlər. Bunu bizə kim deyir? Yaqut Əl-Həməvi adlı ərəb tarixçisi belə bir məlumat verir ki, Monqollar bu zaman bütün kişi əhalisini qılıncdan keçirmişdilər. Amma ümumiyyətlə bütün kişi, qadın, yəni bütün əhalini qətlə yetirmişdilər, həlak etmişdilər. Bu artıq deməli Şamaxı şəhərindədir. Bütün əhalinin qətlə yetirilməsi Şamaxıdadır. Və bunu da bizə məlumat verir İbn Əl-Əsir. Yenə ərəb tarixçisi İbn Əl-Əsir. Belə və bundan sonra Monqollar buradan keçdilər. Yəni Gəncə şəhəri tam müqavimət göstərdiyinə görə, çünki Gəncə şəhəri qala divarları ilə əhatə olunmuşdu. Eyni zamanda biz bilirik ki, Şəddadilər dövlətinin paytaxtı olan zamandan bəri Əbüləsvar Şahının dövründə burada qala qapıları inşa edilmişdi. Bu da
dövlətin müdafiə gücünü şəhərin müdafiə gücünü daha da artırmışdı. Və Gəncə şəhəri qala divarları ilə əhatə olunduğuna görə dağıntıdan qurtulur, eyni zamanda xərac da ödəyib və Gəncəni birinci yürüşlərində tuta bilməyiblər. Sonra, birinci yürüşdən sonra keçdilər Şamaxıya. Şamaxıda da bütün əhalini qətlə yetirdilər. Oradan keçdilər Dərbəndə. Və Dərbəndi də birinci yürüşdə tuta bilməyiblər. Və Dərbəndin vasitəsilə oradan Şimali Qafqaza çıxmaq istəyirdilər və oradan da öz ölkələrinə qayıtmaq istəyirdilər. Amma bunu necə, yəni oradan Dərbənddən çıxıb öz ölkələrinə qayıtmaq üçün o yolu bilmirdilər və o yolu öyrənmək üçün bir hiyləyə əl atırlar. Nə edirlər? Şirvanşah hökmdarına xəbər göndərirlər ki, bəs biz sizlə ittifaq yaratmaq istəyirik, yəni sizlə aramızı düzəltmək istəyirik. Və bu zaman Şirvanşahlar 10 nəfər elçi göndərir Monqolların yanına, həmin bu Monqol sərkərdələrinin yanına. Bunlar da hiyləyə əl ataraq həmin 10 nəfərdən birini öldürür, digər o yerdə qalanları da öldürülməklə qorxudub, onlardan yolu öyrənirlər və o şəkildə Azərbaycandan çıxıb gedirlər. Belə. Və gedirlər, gedərkən 1223-cü ildə Rus Qıpçaq ordusu ilə orada Şimali Qafqazda qarşılaşırlar, onlar da məğlub edirlər, sonra qayıdırlar öz ölkələrinə. Nəysə, bunlar öz ölkələrinə qayıdandan sonra yenə də Azərbaycanda dinclik olmur. 1225-1231-ci illərdə Azərbaycan növbəti bir yürüşə məruz qalır. Bu da kimlərin? Xarəzmşahların yürüşüdür. Bu zaman Xarəzmşahlara başçılıq edirdi Xarəzmşah Cəlaləddin. 1225-1231-ci illərdə baş vermişdi bu yürüş. Və bu yürüşdə məqsəd möhkəmlənməkdir. Yeni ərazilər tutub orada möhkəmlənmək. Bu yürüş zamanı 1225-ci ildə Marağa şəhəri tutulur. Və Marağadan sonra Marağa şəhərini bərpa etməyə çalışırlar. Hansı ki, Marağa şəhəri Monqolların birinci yürüşü zamanı dağıdılmışdı və onu bərpa edirlər. Daha sonra Təbriz, Gəncə, Bərdə, Beyləqan, Şəmkir əraziləri tutulur. Daha sonra 1225-ci ildə Atabəylər dövlətinin varlığına son qoyurlar. Təbrizi tutmaqla Atabəylər dövlətinin varlığına son qoyurlar. 1227-ci ildə Rəvvadilərdən qalan son sülalə, həmin o Ağsunqurilər sülaləsinin də varlığına son qoyurlar. Və o zaman Azərbaycanda son bir dövlət qalmışdı, Şirvanşahlar dövləti. Onu da 1227-ci ildə asılı vəziyyətə salırlar. Yəni bu zaman Şirvanşah hökmdarı 3-cü Fəribürs ondan asılılığı qəbul edir. Deməli, 227-də demək olar ki, işğalı müəyyən qədər başa çatdırıblar. Yəni Azərbaycanın əksər əraziləri işğal olunub Xarəzmşahlar tərəfindən və burada Xarəzmşah Cəlaləddinin əsas vəziri Şərəf Əl-Mülkdür. Yəni Azərbaycanın idarəsini demək olar ki, ona tapşırıb Şərəf Əl-Mülkə. Şərəf Əl-Mülk də burada özbaşınalıqlar eləyir, vergiləri artırır, əhalidən qanunsuz şəkildə vergiləri yığır və buna qarşı üsyanlar baş verir. İlk dəfə olaraq ona qarşı üsyan baş verib Təbrizdə. Sonra Xoy, Mərənd, Naxçıvan ərazilərində də üsyanlar baş verir və üsyanların ən pik nöqtəsi Gəncədə 1231-ci ildə Usta Bəndərin başçılığı ilə üsyan idi ki, bu üsyan nəticəsində də Xarəzmşahların Azərbaycanda hakimiyyətinin möhkəm olmadığı məlum olur və bundan sonra Xarəzmşahlar artıq yəni burada həmin bu məqsədlərinə, möhkəmlənmək məqsədinə çata bilməyib qayıdırlar geri. Belə, bunlar qayıtdılar və bunlar qayıdandan sonra Monqollar Azərbaycana yürüş etdi. Növbəti yürüşləri Monqolların olub Azərbaycana 1231-1239-cu illərdə. Bu yürüşdə artıq Monqollar, yəni birinci yürüşdə zaten xeyli ərazini ələ keçiriblər. Bəzi ərazilər qalıb, ikinci yürüşdə də həmin əraziləri tutub Azərbaycanda möhkəmlənməyə gəliblər. Deməli, bu yürüşdə başçılıq eləyirdi Monqollara Cormağon Noyon. Noyon, yəni Monqollarda ordu başçısı, qoşun başçısı demək idi. Deməli, dedik ki, möhkəmlənmək məqsədi götürdülər. 1231-ci ildə Marağı və Təbriz şəhərləri ələ keçirilir. 1235-ci ildə Gəncəni ələ keçirirlər. Gəncənin ələ keçirilməsi ilə orada artıq yəni Gəncə şəhərində böyük dağıntılar olur, yəni dağıntılar törədilir və 1235-ci ildən ta ki 1239-a qədər Gəncə o vəziyyətdə qalır. Amma 1239-cu ildən artıq Gəncəni bərpa etməyə başlayacaqlar. 1239-da son olaraq Dərbənd şəhərini tutur. Təbii ki, bu aralıqda digər şəhərlərimizin də hamısı tutulur Monqollar tərəfindən. Son olaraq 1239-da Dərbəndi tutmaqla
Monqollar Azərbaycanın işğalını başa çatdırırlar və yadımıza salaq ki, ərəblər də Azərbaycanda Dərbəndi tutmaqla Azərbaycanın işğalını başa çatdırmışdılar. Belə və buranı işğal edəndən sonra 1239-dan ta ki 1256-cı ilə qədər, yəni Monqolların 3-cü yürüşünə qədər Azərbaycan idarə olunub Ali Monqol Xaqanlığı tərəfindən. Və Ali Monqol Xaqanlığı nə idi? Yəni Ali Monqol Xaqanlığında canişinlər var idi. Həmin o canişinlər idarə edirdilər Azərbaycan ərazisini. Və həmin o canişinlərdən biri də misal üçün Arqun ağa idi. Bir də bura yazmışıq yarlıq. Yarlıq nə idi? Həmin dövrdə əslində Monqollar köçəri feodallara, yəni Monqolların özündən bura köçüb gələn feodallara arxalanırdılar. Yerli feodallarımızı qoymuşdular ikinci planda. Amma yerli feodallarımızın da müəyyən qədər hakimiyyəti qalmışdı. Yəni onlar öz hakimiyyətlərini qoruyub saxlamaq üçün Monqol xaqanından bir icazə sənədi almalıydılar. Həmin o icazə sənədi adlanırdı yarlıq. Belə, bu oldu Monqolların Azərbaycana birinci, ikinci yürüşləri və onlar arasında baş verən Xarəzmşahların yürüşləri. İndi danışırıq Monqolların Azərbaycana üçüncü yürüşündən. Yəni Monqolların üçüncü yürüşündə əsas məqsəd onların artıq birinci yürüşdə kəşfiyyat xarakteri gəliblər, öyrəniblər, bəzi əraziləri işğal edib gediblər. İkinci yürüşdə gəlib Azərbaycanı bütöv işğal ediblər. Üçüncü yürüşdə də artıq tam şəkildə həmin ərazilərdə dövlət yaratmaq. Və bir də bəzi müstəqil əmirlər var idi ki, onların müqavimətini qırmaq idi bunların əsas məqsədi. Deməli, Hülakülər dövləti. Hülakülər dövləti yarandı 1258-ci ildə. Süqut etdi 1357-də. Yəni, hardasa 100 ilə yaxın, yəni 99 il, bir əsrə yaxın bu dövlət mövcud olub. Bəs yaxşı, bu dövlətin mövcudluğu dövründə nələr baş vermişdi Azərbaycanda? Hülakülər dövləti Azərbaycan dövləti deyil. Amma Azərbaycan ərazisində yaranmış bir dövlətdir. Yəni, paytaxtı Təbriz olub. Ona görə də Təbriz, Sultaniyə, Marağa, bunlar arası Azərbaycan şəhərləri olduğuna görə, yəni Hülakülər dövləti Azərbaycan ərazisində yaranıb. Amma Azərbaycan dövləti deyil. Deməli, Hülakülər dövlətini yaratdı Hülakü xan. Hülakü xan dövləti yaratmamışdan öncə, yəni ümumiyyətlə Azərbaycanın Monqolların tərkibinə tamamilə daxil edilməsi, o bayaq 1239-da heç dedik ki, yəni Azərbaycanın işğalını başa çatdırdılar. Amma 3-cü yürüşdə Azərbaycanı işğal etmələri 1256-dır. Amma bu zaman dövlət yox idi, çünki dövlət dedik 1258-də yarandı. Yəni 1258-də Azərbaycanı işğal edib, oradan keçirlər Bağdada, o zaman Bağdadda Abbasi xəlifəsi, Abbasilər sülaləsi hakimiyyətdə idi, yəni Ərəb xilafəti hələ mövcud idi. 1258-də Ərəb xilafətini süquta uğradırlar və onun paytaxtı Bağdad şəhərini tuturlar. Bağdadın tutulması ilə artıq 1258-ci ildə yaranır Hülakülər dövləti. Hülakü xanın dövründə ümumiyyətlə dövlətin paytaxtları Təbriz, Sultaniyə, Marağa, sonra yenidən Təbriz şəhəri olub. Dövlətin paytaxtları. Sonra Hülakü xanın dövründə, ümumiyyətlə Hülakülər dövlətində bu xanların əsas deməli yay iqamətgahı, yəni yaylaqları deməli Qarabağ idi. Qışlaq əraziləri isə Muğandı. Bir də Arran. Yəni, deməli, yaylaqları oldu Qarabağ, qışlaqları oldu Muğan, bir də Arran. Sonra Hülakü xan nə edirdi? Ali Monqol xaqanlığının dövründə olduğu kimi, bayaq da dedik ki, köçəri Monqol əyanlarına arxalanırdı. Yerli əyanlara arxalanmırdı və bu da ona qarşı narazılığa səbəb olurdu. Eyni zamanda Hülakü xanın dövründən etibarən Qızıl Ordu dövləti ilə mübarizələr başlayıb. Yəni, Hülakü dövləti yaranandan ta ki süqutuna qədər Qızıl Ordu dövləti ilə mübarizə aparıb. İkisi də Monqol dövlətidir. Yəni, hansı ki Çingiz xan
dövlətini uluslara bölmüşdü və onun ölümündən sonra onun vəsiyyətinə uyğun olaraq onun imperiyası parçalanmışdı, bölünmüşdü onun oğlanları, nəvələri arasında. Və sonradan həmin o parçalanmış ərazilərdə yaradılan dövlətlərdən biri Qızıl Ordu dövlətidir, Batı xan tərəfindən, bir də Hülakülər dövlətidir, Hülakü xan tərəfindən. Və o iki dövlət arasında, yəni o əraziləri ələ keçirmə, biri o birinin ərazisini ələ keçirmək uğrunda mübarizə gedir. Deməli, Qızıl Ordu ilə də mübarizə dövlət yaranandan ta ki süquta qədər var. Elə sonda 1357-də dövləti süquta uğradacaq məhz elə Qızıl Ordu hökmdarı Canibək. Birazdan ondan danışacağıq. Belə, sonra Hülakü xan dedik ki, köçəri əyanlara arxalanırdı. Həmin bu köçəri əyanlardan biri, məsəl üçün, Yuşmut idi. Sonra Hülakülər dövlətini eyni zamanda Elxanilər dövləti də adlandırırıq. Çünki Hülakülər dövlətinin rəhbərləri, yəni hökmdarları eyni zamanda Elxan titulunda daşıyırdılar. Ona görə dövləti Elxanilər dövləti də adlandırırıq. Hülakülər dövləti mərkəzləşdirilmiş dövlət olub. Bu belə Hülakü xanın dövrü. Hülakü xandan sonra hakimiyyətə gəldi Qazan xan. Deməli, Qazan xan 1295-1304-cü illərdə olub hakimiyyətdə. Qazan xan 1295-1304-cü illərdə oldu hakimiyyətdə. Qazan xanın dövründə nə baş verdi? Qazan xan ilk öncə hakimiyyətə gələndə bu yerli feodallara arxalanırdı. Yəni, Hülakü xanla bunun siyasətinin əsas fərqi bu idi ki, Hülakü xan köçəri Monqol əyanlarına arxalanırdı. Bu yerli əyanlara arxalanırdı. Və yerli əyanlara arxalandığına görə də təbii ki, köçəri Monqol əyanlarının buna qarşı qiyamları baş verir. İlk öncə hakimiyyətə gələndə həmin o qiyamı yatırır. Yəni, özü Qarabağda hakimiyyətə gəlir və daha sonra həmin bu qiyamı yatırır. Qiyamları yatırandan sonra başlayır islahatlara. Və buna islahatlarını da həyata keçirməkdə kim kömək edib? Onun, deməli, vəziri Fəzlullah Rəşidəddin. Fəzlullah Rəşidəddin, deməli, vəziri idi. İslahatlarını keçirməkdə ona kömək elədi. Hakimiyyətini möhkəmləndirmək, iqtisadiyyatı gücləndirmək və s. üçün islahatlar keçirdi. Və bunun islahatları nələrdən ibarət idi? 6 dənə islahatımız var. Bunu silək, islahatları daha rahat yadda saxlamaq üçün belə yazaq. Deməli, Qazan xanın islahatları. Qazan xanın islahatları, deməli, birincisi danışaq torpaq islahatından. Torpaq islahatına görə nə elədi? Torpaq islahatına görə Qazan xan hərbiçilərə iqta torpaqları payladı. Yəni, hərbiçilərə verilən torpaqlar iqta torpaqlarıdır. İncu, bayraq torpaqlarından verilirdi. Yəni, xan nəslinə məxsus olan torpaqlar, istifadəsiz qalmış torpaqlar, divan torpaqları. Yəni, bunların içərisindən seçilib, verilirdi hərbiçilərə iqta olaraq. Amma bu iqta torpaqlarını həmin hərbiçilər kiməsə satıb, bağışlaya bilməzdilər. Eyni zamanda iqta torpaqları, yəni bir nəfər, əgər o işi yerinə yetirən şəxs ölürdüsə, ondan sonra verilirdi həmin o işi davam etdirən növbəti bir şəxsə, yəni növbəti bir hərbiçiyə verilirdi. Daha sonra torpaq islahatında növbəti bir məsələ 1303-cü ildə onun verdiyi fərman idi ki, 1303-cü il fərmanına görə o kəndliləri təhkimli vəziyyətinə salır. Biz bilirik ki, Azərbaycanda feodalizm yaranandan bəri təhkimçilik məsələsi yoxdur. Təhkimçilik nə idi? Kəndlinin şəxsən feodaldan asılı olması. Yəni, bir feodalın yanından köçüb başqa bir feodalın yanına gedə bilməzdi. Amma həmin bu Qazan xan torpaq islahatı ilə təhkimçiliyi yaratdı. Amma yəni, bu vaxta qədər görün, feodalizm dövrü Azərbaycanda nə vaxtdan mövcuddur? Ta ki 3-cü əsrdən bəri. Yəni, 3-cü əsrdən bəri Azərbaycan kəndlisi, Azərbaycandakı kəndlilər belə bir şey görmədiyinə görə, təbii ki, bu onlara tanış olmadığına görə təhkimçilik çox Azərbaycanda ümumiyyətlə sürməyəcək. Yəni, 1303-cü ildə bunun verdiyi fərman həmin bu təhkimçilik məsələsi çox sürməyəcək. Bir müddətdən sonra zaten ləğv olunacaq.
İkinci islahat vergi islahatıdır. Vergi islahatını, deməli, burada qayda qanun yaradır. Yəni vergi islahatında hansı ki o qanunsuz vergilər ki var idi, onlar ləğv olunur. Yəni feodalların qanunsuz şəkildə vergi elan etməsi, əhalidən vergi tələb etməsi, bütün bunlar ləğv olunur. Vergi islahatı ona görə də kəskin mübarizə şəraitində keçirilib. Kəskin mübarizə şəraitində keçirilib. Vergi yığılması 3 il müddətində icarəyə verilirdi və kimə verilirdi? Mərkəzi divana. Mərkəzi divan vergiləri yığırdı və xüsusi lövhələrdə şəhərin müxtəlif tərəflərində xüsusi lövhələr asılmışdı və həmin o lövhələrdə vergilərin miqdarı, sayı hamısı göstərilirdi. Belə. Sonra Qazan xanın 3-cü islahatı məhkəmə islahatıdır. Məhkəmələrə başçılıq edirdi qazılar və bu qazı vəzifəsinə seçilən şəxslər öz adlarına iltizam götürməli idilər. Yəni öz vəzifələrini düzgün şəkildə yerinə yetirəcəkləri ilə bağlı iltizam verməli idilər. Eyni zamanda alqı-satqı işləri qaydaya salınır. Alqı-satqı məsələsi bizə ticarəti xatırlada bilər, amma alqı-satqı işlərinin qaydaya salınması bir qayda olaraq bilirik ki, məhkəmə islahatına aiddir. Amma bir də 30 ili keçmiş iddia sənədlərinin öz qanuni qüvvəsini itirməsi. Bunlar məhkəmə islahatında öz əksini tapırdı. Amma məhkəmə islahatı yarımçıq qaldı. Tam keçirilmədi. Sonra Qazan xanın dini islahatı. Dini islahatına əsasən İslam dinini qəbul etdi. Özünə Mahmud ləqəbini götürdü və İslam dinini qəbul etdikdən sonra, yəni hansı ki can vergisi var idi Monqolların dövründə, qopçur vergisi, bu qopçur vergisi yavaş-yavaş ləğv olunmağa başlandı. Deməli, qopçur tədricən ləğv olunmağa, yavaş-yavaş ləğv olunmağa başlandı. Sonra, deməli, qaldı bizim burada rabitə və ticarət islahatlarımız. Rabitə islahatından danışaq. Rabitə islahatında nələr baş vermişdi? Deməli, rabitə islahatına görə şəhərin hər 20-21 kilometrindən bir yamlar, yəni rabitə dayanacaqları qurulmuşdu. Eyni zamanda burada karvansaralar inşa edilmişdi. Hansı ki, karvansaranın inşa edilməsinin məqsədi bu idi ki, gələn qonaqlar, yəni başqa dövlətlərdən gələn elçilər, qonaqlar rəiyyətin evində qonaqlamasınlar, qalsınlar karvansaralarda. Eyni zamanda feodalların əhalidən buna görə, yəni həmin o gələn elçilərə görə hər hansı bir vəsait tələb etməsi də artıq qadağan olunmuşdu. Belə, bir də qaldı son olaraq, deməli, bizim ticarət islahatımız. Ticarət islahatımıza görə də vahid ölçü, çəki və pul sistemi yaradıldı. Gömrük vergisi bir qədər azaldıldı və bu da iqtisadiyyatın yüksəlməsinə, canlanmasına səbəb oldu. Bu oldu Qazan xanın islahatları. Qazan xanın dövründən sonra, yəni 1304-cü ildə Qazan xan hakimiyyətdən gedəndən sonra hakimiyyətə gəldi Məhəmməd Olcaytu. Deməli, hakimiyyətə gəldi. Məhəmməd Olcaytu. Məhəmməd Olcaytunun dövründə dövlətin vəziyyəti yaxşıdır. Yəni, Qazan xanın islahatlarını davam elətdirib, hakimiyyətini möhkəmləndirib, amma onun hakimiyyəti çox çəkmədi. 1304-dən, yəni 1316-cı ilə qədər hakimiyyətdə olub. Amma yəni o öləndən sonra hakimiyyətə onun oğlu Əbu Səidi gətirdilər. Əbu Səidin də cəmi 12 yaşı var. Necə idarə eləsin hakimiyyəti? Yəni 1316-dan 35-ə kimi olub hakimiyyətdə. Əbu Səidin cəmi 12 yaşı var hakimiyyətə gələndə. Ona görə də Çobanilər sülaləsinin nümayəndəsi olan Əmir Çoban bunun başını aldadır. Yəni onun adına dövləti idarə edir. Və hətta Əbu Səidin dövründə baş verən qiyamları falan da Əmir Çoban özü yatırmışdı. 1318-ci ildə Xorasanda qiyam baş vermişdi və həmin o qiyam yatırılır. Daha sonra 1318-də Qızıl Ordu hökmdarı Özbək, deməli, Hülakülər dövlətinin üzərinə yürüş eləyir.
Yəni Azərbaycana yürüş eləyir və Hülakülər dövlətində bu zaman hakimiyyətdə Əbu Səiddir, amma dediyimiz kimi hakimiyyəti idarə edir onun adından Əmir Çoban. Bunlar deməli Özbəyi Azərbaycandan qovub çıxartdılar 1318-ci ildə, məğlub etdilər. Sonra 1319-cu ildə Azərbaycanın müxtəlif ərazilərində Naxçıvandır, Sultaniyədir. Bu ərazilərdə üsyanlar baş verdi. Həmin bu üsyanları artıq burada Əbu Səid özü, yəni birbaşa onların yatırılmasında iştirak eləyir və iştirakına görə Bahadır ləqəbini alır. 1328-ci ildə Əbu Səid artıq böyüyüb, artıq fikirləşir ki, niyə Əmir Çoban mənim adımdan dövləti idarə etməlidir? Ona görə 1328-ci ildə Əmir Çobanı və onunla bir yerdə oğlanlarını da edam elətdirir və özü 1328-dən tək başına hakimiyyəti idarə etməyə başlayır. 1335-ci ildə son olaraq həmin bu Özbəyin yenidən Azərbaycana yürüşü baş verir və yenidən Əbu Səid Özbəyi məğlub eləyib, yəni Kür çayına qədər irəliləyir Özbək, amma sonradan Özbəyi məğlub eləyir, Azərbaycandan qovub çıxardır. Amma 1335-ci ildə Əbu Səid ölür. Əbu Səidin ölümündən sonra deməli, hakimiyyət uğrunda mübarizə gedir. Ta ki 1335-dən 1338-ə qədər Azərbaycanda bu zaman 3 dənə sülalə var idi. Həmin o 3 sülalə, yəni Azərbaycan dövlətləri deyil, sadəcə olaraq buradakı hakimiyyət uğrunda mübarizə aparırlar. Bunlardan biri həmin o Çobanilərdir. Biri Cəlalilərdir. Bir də Şirvanşahlardır. Yəni bu zaman Cəlalilər dövləti hələ yaranmayıb. Bunların içərisində bir dənə dövlət olan Şirvanşahlardır. Yəni sülalə olaraq bunlar Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparırlar. Yəni Hülaki səltənətinin qorunub saxlanılması mühafizəsi uğrunda mübarizə aparırlar. Və deməli bu mübarizədə qalib gəlir Çobanilər. Necə qalib gəlirlər? 1338-ci ildə Çobani Şeyx Həsən ta ki 1344-ə kimi olacaq hakimiyyətdə. Amma yəni faktiki hökmdar deyil. Sadəcə olaraq yəni hakimiyyətə gətirib bu Əbu Səidin qızı Satıbəy xatunu. Həm də Satıbəy xatun yəni Əbu Səid özü Əmir Çobanın qızı ilə evlənmişdi. Yəni bir tərəfləri də bunların elə Çobanilərə gedib çıxır. Yəni Satıbəy xatunun özü də Çobanilərin nəvəsi sayılır da, Əmir Çobanın nəvəsi idi. Və həmin 1338-1344-cü illərdə Şeyx Həsən Satıbəy xatunu hakimiyyətə gətirir. Amma eyni ilə burada Əmir Çoban necə ki Əbu Səidin adından dövlət idarə edirdi, o da burada, yəni onun dövründə əmir titulunu qəbul edib, onun adından dövləti idarə edir. Yəni faktiki olaraq hakimiyyət Çobanilərin əlindədir. Və ona görə də faktiki olaraq hakimiyyət Çobanilərin əlində olduğuna görə 1338-dən dövlətin süqutuna qədər, 1357-yə qədər olan dövr Çobani ağalığı dövrü adlanır Hülakülər dövlətində. Sonra, deməli 1344-də Şeyx Həsən ölür. Şeyx Həsən öləndən sonra hakimiyyətə gəlir Məlik Əşrəf. Məlik Əşrəf də özbaşınalıq eləyir, vergiləri artırır və buna görə də onun hakimiyyətinə qarşı Təbrizdə üsyan baş verir. Və üsyançılar sonradan ümumiyyətlə, yəni belə bir özbaşınalığı Hülakülərin dövründə, Hülakülər dövlətində Çobanilərin belə bir özbaşınalığını görən deməli əhali Canı bəyə müraciət edirlər. Canı bəy kimdir? Həmin o bayaq dediyimiz Qızıl Ordu dövlətinin hökmdarıdır. Canı bəyə müraciət edirlər ki, yürüş eləsin və bu özbaşınalığa son qoysun. Canı bəy də bu fürsətdən istifadə edərək 1357-də gəlir. Və beləliklə Hülakülər dövlətinin, yəni Hülaki səltənəti uğrunda mübarizə başa çatmış olur. Konkret bu cümləni də yadımızda saxlayaq, testlərdə qarşımıza çıxa bilər. Hülaki səltənəti uğrunda mübarizənin başa çatması elə Hülakülər dövlətinin süqutu deməkdir. Bu da nə vaxtdır? 1357-də Canı bəy tərəfindən. Canı bəy buranı işğal edir və öz oğlu Bərdi bəyi burada qoyub qayıdır öz ölkəsinə. Canı bəy də Qızıl Ordu hökmdarıdır da, qayıtdı ölkəsinə, oğlunu qoydu burada Bərdi bəy. Amma bundan 2 ay sonra Bərdi bəy eşidir ki, atası ölüb və o da Azərbaycana, yəni artıq qoşunlarını buradan çəkib qayıdır öz dövlətinə.
Belə və beləliklə də, yəni Qızıl Ordunun da burada 2 aylıq hakimiyyətinə son qoyulmuş oldu. Bir də Hülakülər dövründə, yəni ümumiyyətlə Monqolların dövründə Azərbaycanda istifadə olunan vergilər və torpaq mülkiyyət formalarından danışaq. Deməli, vergilər. Bugün markerlə sınağa çəkilirik. Vergilər, bir də torpaq mülkiyyət formaları. Vergilərimiz nələrdir? Tamğadır. Yəni biz hansı ki bu vergiləri sırf Monqolların dövründən görürük. Düzdür, bundan sonraki dövrlərdə tamğadır, bacdır, bunları görəcəyik. Amma bundan əvvəl görməmişik. Yəni tamğa, bac, bir də qopçul vergisi. Tamğa vergisi alınır sənətkarlardan. Bac vergisi alınır tacirlərdən. Qopçul vergisi isə can vergisidir. Əvvəllər köçəri maldarlardan alınırdı, amma sonradan artıq can vergisinə çevrilir. Sonradan isə Qazan xanın dini islahatına əsasən, bayaq dedik ki, o İslam dinini qəbul etdiyinə görə yavaş-yavaş ləğv olunmağa başlanır. Torpaq mülkiyyət formalarından isə incu, bir də bayrat. Yəni yeni olanlar bunlardır. İqtidai divanda onları zaten bilirik. İncu torpaqları xan nəslinə məxsus olan torpaqlardır. Sırf Monqollara məxsus idi. Bayrat isə istifadəsiz qalmış torpaqlar idi. Və istifadəsiz qaldığına görə də Qazan xan sonradan bunu hərbçilərin ixtiyarına keçmiş